Vaxt gəlir qardaş, bunlar olurlar bir-birinə düşmən. Sən də bunların ortasında qalmısan. Özü elə bir ki, bundan da zərbə səyə gəlir, ondan da zərbə səyə gəlir. Evdə yemək yiyirsən, mamam yaxınlaşır, yoldaşım şey pişib, toyuq katleti. Yəni, sözün var, gəlinvə deyirsən, de. Məndən niyə deyirsən? Gəldi belə yeməyə baxdı, dedi ki, abala, mən sənə katleti ətlə yedizdirmişəm indiyə kimi. Onu bil ki, sən bu toyuq katletin bura gələndə, ala evlərindən sonra yiyirsən. Bu qısqancıq dostlar gəlir elə bir həddə çıxır ki, siz təsəvvürə gətirin, mənim anam moment olur ki, gəlinə uduzmasın deyə hər bir şeydən istifadə edir, rəqabətdə. Hər bir şeydə. Bu gündən TikTok deyə bir xəstəlik var, bilirsiniz da. Yəni, tək biz deyil, dünya orada oturur. Bir-birinə yarışırlar, elirlər canlı yayımda. Mənim də yoldaşım öz rəfiqələrindən, iş yoldaşlarından oturub belə canlıda yarışırlar. O gün yoldaşım mənə deyir ki, ay Əsəd, mənim səhifəm deyəsən spamdadır. Dedim, niyə? Deyir, mən bir ayda yarışıram. Heç kimi uda bilməm, hamıya uduzuram. Maraqlı səbəb oldu, bu yarışana girdim, baxdım, gördüm ki, bir nəfər var. Mənim anamdır o, hissə tutdum onu. Gəlini uduzsun deyə son dəqiqədə qarşı tərəfə şir atır. Bunu da hardan bildim, onu da qeyd edelim dostlar, TikTok'da olan dostlarımız dedim, o oliqarx qaynana mənim anamdır.